Salam uşaqlar, biz bugün dərsliyimizin 121 və 122-ci səhifələrini keçəcəyik. Gəlin suallarla tanış olaq. Birinci sualımızda birinci sütuna baxırıq. 2, 5, 4, 2. Təkrarlanan hansıdır? 2. B, A, D. Təkrarlanan hansıdır? A. Deməli, A'lar olur 2. Və harda A varsa birbaşa yazırıq 2. İstər cavabda, istər sualda. Fərqi yoxdur. Birbaşa yazdıq. İkinci sütun. 1, 1, 1, 5. C, D, C, C. 3 dənə 1, 3 dənə C. Deməli, C'lər oldu 1. D-dən bir dənə idi, 5-dən də bir dənə idi. Deməli, D-lər oldu 5. D-lərə yazırıq 5. Harda D varsa, hamısına yazırıq 5. C-lərə də yazırıq 1. Harda C varsa yazırıq 1. Deməli, buradan 5-i yazmışıq, 2-ni yazmışıq. Yerdə nə qalır? 4, 4. Deməli, B-lər də oldu 4. İndi gəlin yoxlayaq. 412 var. 254 var. 215 var. 514 var. Deməli, məntiqi düz yerinə yetirmişik. İndi bizdə aşağıda nə alınır? 21 üstəgəl 24. 1-in üstünə 4. 5. 2-in üstünə 2. 4. Cavab edir 45. 45 hansı bənddədir? B bəndində. İkinci sual. Verilən fiqurdan bu fiquru çıxmalıyıq. Çıxanda nə edirik? Silirik. Deməli, bunu bir düz xəttini və buraları silirik. Ortası da var. Sildik. Nə qaldı burada? Bir dənə belə, bir dənə belə xətt. O da hansı bənddədir? C bəndində. Deməli, pişikdir, ayıdır yoxsa. Neysə, pişik dələ edir 28. Amma 2 dənə dələ 18-dir. Hansı eyni ədədin 2 qatı 18 eləyir? 9-un. Deməli, dələlər oldu 9. Harada dələ var? Yazıq 9. İndi birinci yerə qayıdırıq. Bu pişiyin üstünə 9 gəlmişik, eləyib 28. Məchul toplananı tapmaq üçün cəmindən məlum olan toplananı çıxırıq. Yəni, 28-dən 9-u çıxırıq. O deyir 19. Deməli, bu oldu 19. İndi bunu tapmalıyıq. Bayquş oxşayır. 19 üstə gəl bayquş bərabərdir 32. Yenə toplanan cəm. Məchul toplananı tapmaq üçün cəmdən məlum olan toplananı çıxırıq. Yəni, 32-dən 19-u çıxırıq. O deyir 13. Deməli, bunlar da oldu 13. İndi burada nə alınır? 19 üstə gəl 19. 38. 13 üstə gəl 13. 26. Bunları deyir neynə? Topla. 8-in üstünə 6. 14. 4 yazdıq. Bir yadda. 3-ün üstünə 2. 5. Bir də yadda 6. Cavab neynədir? 64. Bu da var B bəndində. Davam edirik. Burada fiqurların sayına baxırıq. 5 bucaq, 3 bucaq, 5 bucaq, 3 bucaq, 5 bucaq. Deməli, üstə gəl 5, çıx 3, üstə gəl 5, çıx 3, üstə gəl 5. 28-in üstünə 5, 33, 33 çıx 3, 30. 30-un üstünə 5, 35, 35 çıx 3, 32. 32-nin üstünə də 5, 37. Deməli, 3-ün çıxdıq, 5-in gəldik. 3-ün çıxdıq, 5-in gəldik və bizdən də gülü istəyir. Gül də axırda oldu 37. 12 olub 3, 3 olub 8, 18 olub 9, 9 olub 15, 14. 26 olub 8, 8 olub 13, 48 olub sual da olub neçə? Deməli, uşaqlar, 12 olub 3. Burada buna 12 kimi yox, 1 ilə 2 kimi baxırıq. 1 ilə 2 rəqəmlərinin cəmi. 1-in üstünə 2, 3. 3 də olub 8. 3-ün üstünə neçə gəlsək? 8 eləyər. 5. 1-in üstünə 2, 3. 3-ün üstünə 5, 8. 1-in üstünə 8, 9. 9-un üstünə 5, 14. 2-in üstünə 6, 8. 8-in üstünə 5, 13. Əgər 3-ündə də doğru yolda yoxsa, deməli, məntiqimiz doğrudur. 4-ün üstünə 8 eləyir 12. 12-nin üstünə də 5, 17. Deməli, bizdə alınmalıdır 12 və 17. O da var D bəndində. 6-cı sualımız.
4 o da 3. Neynir? 7. 3 o da 4. Neynir? 7. Deməli 7 7. Yox, burada bu ədəd kimi oxuyacağıq uşaqlar. Bir dəqiqə. Geri qaydaq. Çölü 4'dür, içi 3'dür. Deyək ki, bu olacaq neçə? 43. Çölü 3'dür, içi 4'dür. Bu da olacaq neçə? 34. 43 ilə 34'ü toplayanda nə edir? 77. Çölü 5, içi 4. Çölü 5, içi 4. Neynədir? 54. Çölü 4, içi 4. Neynədir? 44. 54'dən də 44'ü çıxırıq, eləyir 10. Çölü də 3, içi də 3. Eləyir 33. 5, 4. 33'ün üstüne gəlirik 54'ü. Eləyir 87. 87. 87'den çıxırıq. Çölü 4'dür, içi 6'dır. 46'nı. 7'den 6. 1. 7'den 6. 1. 8'den 4. 4. Cavab neynədir? 41. Bu da var. B bəndində. Devam edirik. 3, 5, 9. Ve karşısında da figürler verip. Bakın bu 3 bucaq. 2 tane de 6 bucaq. Deməli 3, 6, 6. 6 üstüne 6. 12. 12'nin üstüne 3, 15. Yaxşı, indi bunu toplayanda 15 eləmir axı. 6'ın üstüne 6. 12. O da 3, 15. 5'in üstüne 5. Bu 10 eləyir. 6, 6, 12. O da 5. 17. Şimdi bunları ne edirik? 3'ün üstüne 5. 8. 8'in üstüne 9. 17. Deyək ki, ikisini çıxsaq 15 qalır. 4'ün üstüne 6. 10. 10'un üstüne 2. 12. Deyək ki, ikisini çıxsaq o da 10 qalır. Deməli, məntiqimiz doğrudur. Bunların cəmindən 2 çıxırıq. 3'ün üstüne 5, 8, 8'in üstüne 9, 17. 17'den 2 çıxırıq, 15. 4'ün üstüne 6, 10. 10'un üstüne 2, 12. 12'den 2 çıxırıq, 10. 5'in üstüne 6, 11. 11'in üstüne 8, 19. 19'dan 2 çıxırıq, 17. 3'ü də düz oldu. Deməli, düz fikirləşmişik. 8'in üstüne 3, 11. 11'in üstüne 5, 16. 16'dan ikisini çıxanda qalır neçə? 14. İndi görək, harda 14 var? 4, 4, 8 eləyir. 6, 4, 10, o da 5, 15 eləyir. 4, 4, 8, o da 3, 11 eləyir. 5, 5, 10, bu da 4, 14. Demək, düzgün cavab hardadır? D bəndində. Tərəzilər. 2, 2, 4. Deməli, bir dənə 4, bir dənə 4. 2 dənə 2'ye bərabərdir. 4 dənə 4, 2 dənə 3'e bərabərdir. Yaxşı, onda burada nəyə götürə bilərik? Bir dənə 4, 2 dənə 2'ye bərabərdirsə, onda bax burada 2, 2, 2, 2, 8 dənə 2 olacaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə 2, 2 dənə 3'e bərabərdir. Hər ikisi 2'ye bölünür də. Onda 4 dənə 2, bir dənə 3'e bərabər olur. 4 dənə 2, bir dənə 3'e bərabər olur. İndi aşağıda bizə nə verib? Və yaxud da ki, buradan elə belə götürə bilərdik. Bir dənə 3, 2 dənə 4'e bərabərdir. İndi cavablara baxaq görək bizdən nə ilə istəyir? 2 rəqəmli ədəd olmağını istəyir. 2 dənə 2 nəyə bərabərdir? Bax, burada verilib. 4'e. Burada da tapdıq. 2 dənə 4 nəyə bərabərdir? 3'e. İndi cavab nə alınır? 43. Yəni 4, 3. O da var D bəndində. Mərtəbələrlə gedirik. 1 mərtəbə, 2 mərtəbə, 3 mərtəbə. Yazaq. 1, 2, 3. Buna vuracağıq. 1 mərtəbədən 2 dənədir. 1, 2, 3 dənə. 1 vur 3 eləyir 3. 2 mərtəbədən neçə dənədir? 1, 2, 3, 4, 5, 6, 7 dənədir.
2 vur 7, 14. 3 mərtəbədən 2 dənədir. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənədir. 3 vur 8, 24. İndi bunların cəmi 24 ilə 14 eləyir 38. 38-in üstündə də 3, 41. Deməli, burada oldu 41 dənə. İndi bunu tapmalıyıq. Sonra onların cəmini. Burada bunun bir dənəsi çatmır. Nəzərə alaq ki, burada bir dənə var. Tapaq, sonra birini çıxarıq. Neçə mərtəbədir? 3 mərtəbə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. 15 dənə 3 eləyir 45. Bu bir dənə çatmayanı çıxsaq eləyir 44. Nə alındı? 41 üstə gəl 44. O da eləyir 85. Nə deyir burada? Yuxarıdakı şəkil aşağıdakı hissələrdən hansı ilə birləşsə trapesiya yaranır? Deməli, bizə bu lazımdır. Biz bunun üstünə hansını gəlsək bu şəkil alınır. Yaşıl hissəyə baxmalıyıq uşaqlar. Burada çox qalındır, bu ola bilməz. Burada ovaldır, bu da ola bilməz. Bunun xətti əgər belə gəlirsə, bu trapesiyanın xətti belə gəlməlidir, düzdür. Onda A da ola bilməz. Trapesiyanın xətti belə gəlir. Deməli, cavab B bəndidir. 24 oldu 22, 22 oldu 19, 19 oldu 15. Ədədlər nə edib? Azalıb. Çıx 2. 24-dən 2 çıxıram, 22. 22-dən 3 çıxıram, 19. 19-dan 4 çıxıram, 15. İndi çıx 2, çıx 3, çıx 4. Burada nə olacaq? Çıx 5. 15-dən 5 çıxıram, neçə eləyir? 10. Deməli, bu elədi 10. 47 oldu 44, azaldı. Çıx 3. 44 oldu 40, çıx 4. İndi çıx 3, çıx 4. Burada olacaq çıx 5, burada da olacaq çıx 6. Yoxlayaq. 40-dan 5. 35, 35-dən də 6, 29. Deməli, düz tapdıq. Bu da oldu 35. İndi deyir ki, 35-dən 10'u çıx. 35-dən 10 çıxanda neçə qalır uşaqlar? 25. Sonuncu sualımız. Cədvəl. Cədvəl olanda nə edirik? Cədvəli 2 hissəyə ayırdıq. Məntiqimiz nədir cədvəldə? Cədvəldəki məntiqimiz toplamadır. İndi burada ədədləri tapmalıyıq. Fiqurlarla əgər getsək, bax, 2 dənə kvadrat 16-dır. Hansı ədədin 2 qatı 16 eləyir? 8-in. Deməli, bu oldu 8. Bu əgər 8-dirsə, onda burada cavab olur 10. 10-un qırağı 5-dir, yuxarısı rombdur. 5-in üstünə neçə gəlsin 10 eləyər? 5. Onda romb oldu 5. Romb 5-dirsə, onda burada olur 17. 17-nin qırağı 8-dir, yuxarısı ulduzdur. Ulduzun üstünə 8 gəlmişik, eləyib 17. Ulduzu tapmaq üçün 17-dən 8-i çıxırıq, eləyir 9. Ulduz 9-dur, romb 5-dir və bizdən bunların cəmini istəyir. O da eləyir 14. Bugünkü dərsimiz bu qədər. Ümid edirəm ki, bütün tapşırıqları başa düşdük.